Wikipedia nədir? Wikipedia açıq və azad onlayn ensiklopediyadır. Onu digər ensiklopediyalardan fərqləndirən əsas cəhəti könüllü istifadəçilər tərəfindən yaradılması və təkmilləşdirilməsidir. Wikipedianın əsas ideyası ondan ibarətdir ki, bilik hamıya aiddir və hamı tərəfindən paylaşılmalıdır. Ənənəvi ensiklopediyalar qapalı redaksiya heyətinə və nəşr siyasətinə tabe olduğu halda, Wikipediada hər kəs məqalə yaza, redaktə edə bilər. Wikipedianın tarixi. Wikipedia 2001-ci ilin yanvarın 15-də Jimmy Wales və Larry Sanger tərəfindən təsis edilib. 1999-cu ilin oktyabrında Jim Wales onlayn ensiklopediyalar haqqında düşünməyə başladı və 2000-ci ilin yanvarında Larry Sanger ilə birlikdə Nupedia layihəsinin inkişafına başlamışdı. Layihə rəsmi olaraq 9 mart 2000-ci ildə yayımlandı. 2000-ci ilin noyabrına qədər cəmi 2 məqalə dərc olunmuşdu. Nupedia indiki Wikipediadan fərqli olaraq akademik yoxlama sisteminə əsaslanırdı və burada məqalələrin dərc olunması aylar çəkirdi. Nupediada redaktorların həmin mövzularda ekspert olmaları və elmi dərəcələrinin olmaları tələb olunurdu. Layihədə məqalələrin dərc olunması aylar çəkdiyi üçün sayt yavaş-yavaş böyüyürdü. 3 illik fəaliyyəti 2002-2003-cü illər dövründə Nupediada cəmi 24 məqalə yayımlanmışdı. Wikipedia, Nupedia hələ fəaliyyətdə olarkən yan layihə kimi, yəni hər kəsin əvvəllər edə biləcəyi ensiklopediya kimi yaradılmışdı. Jimmy Wales və Sanger Wikipediaya baxdılar və onun Nupediadan daha populyar olduğunu gördülər. Wales bunu əsas götürərək Nupedianın akademik yoxlanış sistemini ləğv etdi və Wikipedianı hər kəs redaktə edə bilər ideyasına fokuslanmağa başladı. Lakin Larry Sanger bununla razılaşmayaraq bütün layihələrdən çəkildi. Bugün Wikipedia 300-dən çox dildə mövcuddur və hər ay 100 milyonlarla istifadəçi tərəfindən ziyarət olunur. 3. Wikipedia necə işləyir? Wikipedianın işləmə prinsipini texniki və sosial olaraq iki yerə bölmək olar. Texniki cəhətdən başlayaq. Wikipedia Wiki texnologiyasından istifadə edir. Bu texnologiya səhifələrin birbaşa brauzerdən redaktə olunmasına imkan verir. Bu, istifadəçilərə heç bir xüsusi texniki bilik olmadan məqalələr yaratmağa və redaktə eləməyə şərait yaradır. Əslində Wikipedia sözündəki wiki də buradan gəlir. Wiki sözü havay dilində sürətli, tez deməkdir. Pedia isə ensiklopediya sözündən götürülüb. Qısaca, Wikipedia sürətli ensiklopediya deməkdir. Wikipedia bu texnologiya əsasında yaradılmış MediaWiki proqram təminatından istifadə edir. Wikipediadakı bütün funksiyalar bu proqram təminatından gəlir. MediaWiki də Wikipedia kimi açıqdır. Onun mənbə kodunu hər kəs istifadə edib öz Wikipedia saytını qura bilər. Sosial baxımdan isə Wikipedia könüllü əməkdaşlıq üzərində qurulub. İstifadəçilər özləri istədikləri mövzularda məqalələr yaradır, mövcud məqalələri redaktə edir, müxtəlif mövzularda müzakirələr aparırlar. Bu struktur iyerarxik deyil, lakin müəyyən səviyyədə inzibati funksiyalar mövcuddur. Məsələn, bəzi istifadəçilər inzibatçı statusu alaraq vandalizmə qarşı tədbir görmək kimi əməliyyatları icra edə bilərlər. Bu modelin davamlılığı isə şəffaflıq, müzakirə və qaydaların kollektiv şəkildə işləməsi ilə təmin olunur. Hər məqalənin tarixçə bölməsi mövcuddur. Burada edilən bütün dəyişikliklər və redaktə edən şəxslər görünür. Bu həm nəzarət mexanizmi rolunu oynayır, həm də hesabatlığı təmin edir. Wikipedianın məqsədi və əsas prinsipləri. Wikipedianın əsas məqsədi dünyadakı bütün məlumatların bütün insanlar üçün pulsuz şəkildə əlçatan olmasıdır. Bu məqsədə nail olmaq üçün bir neçə əsas prinsip müəyyən olunub. 1. Wikipedia bir ensiklopediyadır. Wikipedia siyasi platforma, reklam və ya məlumat kataloqu deyil. O, müxtəlif məlumatları bir araya gətirən bir ensiklopediyadır. Bəzi məlumatlar üçün fərqli wiki platformalar mövcuddur. Məsələn, məşhur şəxslərin statlarını yerləşdirən Wikistat, sözlərin izahı olan Wikilüğət və s. Redaktorların şəxsi fikirləri daxil edilməməlidir. Wikipedia heç bir şəkildə hansısa fikrin təbliğatı üçün istifadə edilməməlidir. Fakt göstərilərkən buna necə münasibət göstərilməli olduğu oxucuya buraxılmalıdır. Oxucuya bunun mənfi və ya müsbət bir şey olduğunu Wikipedia deməməlidir. Məsələn, hansısa bir alim barədə olan məqalədə həmin alimi tərifləmək olmaz. Əksinə alimin əldə etdiyi uğurları, nailiyyətləri qeyd etməliyik. Bundan sonra isə alimin təriflənməsini oxucuya buraxmalıyıq. 3. Azad və açıq məzmun. Hər kəs Wikipediadakı məzmunu istifadə edib, redaktə edə və yenidən yayımlaya bilər. Wikipediadakı bütün məzmunu sərbəst şəkildə görüb istifadə edə bilərsiniz. Bunun üçün sizdən tələb olunan tək şey Wikipediaya istinad verməyinizdir. 4. Hörmət və nəzakət.
Wikipediaçılar bir-birinə hörmətlə yanaşmalı, müzakirələrdə nəzakətli olmalı və konsensus əldə etməlidirlər. 5. Dəyişkən prinsiplər. Wikipedianın prinsipləri zamanla inkişaf edə bilər. Səhv etməkdən qorxmayın. Çünki bütün dəyişikliklər geri qaytarıla bilər. 5. Wikipedia ilə Wikimedia arasındakı fərq. Çox vaxt Wikipedia və Wikimedia anlayışları bir-birinə qarışdırılır. Əslində isə bunlar ayrı-ayrı məfhumlardır. Wikipedia konkret bir layihədir, yəni onlayn ensiklopediya. Wikimedia isə 2003-cü ildə yaradılmış və Wikipedianın texniki və maliyyə dəstəyini təmin edən qeyri-kommersiya təşkilatıdır. Bu fond yalnız Wikipedianı deyil, digər Wiki layihələri də idarə edir. Bu layihələrdə Wikidata, Wikimedia Commons, buna Wikiambar da deyilir, Wikilüğət, Wikisəyahət, Wikimənbə və s. daxildir. Wikimedia fondu donorların dəstəyi ilə fəaliyyət göstərir. Onun əsas missiyası azad və açıq bilik resurslarının yaradılması və saxlanılmasıdır. Fond serverlərə, proqram təminatına, hüquqi məsələlərə və qlobal təşkilati işlərə cavabdehdir. Lakin məqalələrin məzmununa birbaşa müdaxilə etmir. Məzmunun yaradılması tam şəkildə istifadəçi cəmiyyətinə həvalə olunub.